Ceyranboyda yox, Ceyranboyda bu küçə var, bax bu küçə. Yaşar Orucov. Şəhidimiz Yaşar Orucov adınadır. Yaşar Orucovun adınadır. Bax bu asfalt isə şəhidimizin adınadır. Hüseyn qardaşımızın ocağında olduq. Bax burada. Azərbaycan Respublikasının milli qəhrəmanı Əliyev Yunis Əsgəroğlu 1992-ci ildə Talışda gedən döyüşlərdə şəhid olmuş qəhrəmancasına. Allah ruhunu şad etsin. Bu antiterror şəhidimiz Hüseyn Əsbovdur. Sizin oğlunuz. Bəli. Bu da mənim gözəl qonşum. Ordu Yaşar Hüseyn oldu. Ağdərə istiqamətə gedən döyüşlər şəhid olmuşdu. Allah ruhlarını şad etsin. Bax bu gün yenə deyirəm, Ceyranboyda yox, Ceyranboyda şəhid Qızılacıq evində. qəsəbəsində. Qızılacıq qəsəbəsində. Yaşar Orucov küçəsində bir Maşallah. küçənin 3 şəhidi. Bax bu o deməkdir ki, qəhrəmanlar küçəsidir. Bu küçədə, bax bu küçədə gediblər, təhsil alıblar, məktəb oxuyublar və qəhrəman adda bu küçəyə veriblər. Allah ruhlarını şad etsin. Hacı sənə də Allah can sağlığı versin, var olasan deyirəm. Çox sağ olun. Bizim elimizə, ovamıza gəldiyinə görə sizə təşəkkürü. Borcum. Mübarək İbrahim onun elindən gəlsin. Əlbəttə, Allah ruhunu qəhrəmanlar deyərəm. Məkanı cənnət eləsin. Var olasan, təşəkkür.